qızılın heç bir dəyəri qalmayacaq. Heç kimin gözləmədiyi hadisə baş verdi. NASA tərəfindən yaxından izlənilən və Mars ilə Yupiter arasındakı asteroid qurşağında yerləşən 16 Psyche asteroidi tərkibindəki metal zənginliyi ilə elm dünyasını heyrətə gətirib. Lidermax NASA-ya istinadla xəbər verir ki, bu asteroid digərlərindən fərqli olaraq buz və ya qayadan deyil. Demək olar ki, tamamilə metaldan ibarətdir. Alimlərin hesablamalarına görə asteroidin tərkibindəki qızıl, dəmir və nikelin ümumi dəyəri 10,0 katrilyon dollardır. Müqayisə üçün qeyd edək ki, bu məbləğ bütün dünya iqtisadiyyatının cəmindən dəfələrlə çoxdur. Məqalədə qeyd olunur ki, əgər bu asteroiddəki bütün qiymətli metalları yer kəsine gətirmək mümkün olsa, qızılın və digər qiymətli metalların nadir olmaq xüsusiyyəti itəcək. Bu isə qızılın qiymətinin kəskin ucuzlaşaraq zibil səviyyəsinə düşməsi və dünya maliyyə sisteminin çökməsi deməkdir. NASA artıq bu metal dünyanı araşdırmaq üçün Psyche missiyasını işə salıb. Kosmik gəminin asteroidə çatması və onun nüvəsini araşdırması planlaşdırılır. Bu tədqiqat təkcə iqtisadi deyil, həm də elmi əhəmiyyət kəsb edir. Çünki Psyche-nin parçalanmış bir planetin nüvəsi olduğu düşünülür. Asteroiddəki sərvətin dəyəri astronomik olsa da, hazırki texnologiya ilə həmin metalları yerə gətirmək və emal etmək hələlik qeyri-mümkündür. Lakin bu kəşf gələcəkdə kosmos mədənçiliyinin space mining nə dərəcədə əhəmiyyətli olacağını göstərir.